Salam əziz dostlar. Bugün mən ləzzətli bir yemək pişirəcəm. İnanın ki, bax səmimiyyətimi, adını bilmirəm. Adı sizdən, pişirmə məndən. Bunun için bizə lazımdır qabaçla qaynanmış ət, soğan, kök, sarımsaq, dəfnə yarpağı, göy noxud, kərə yağı, bax duru yağ, tomat, bir də kartof. Kartof suyun içindədir ki, qaralmasın. Mən başlaya bilərəm. Soğan doğrayaq. Keçdi kökü doğramağa. Keçdi sarımsağa. Qazanımızı qoyaq ocağa. Duru yağ əlavə edək. Qaynanmış ətimizi əlavə edək. Soğan gəlir. Qoy bal-bala qızarsın. Mən sizə gözəl bir xəbər vermək istəyirəm. 2 aydan çoxdur ki, telefonuma Oba Plus tətbiqini yükləmişəm. Hər dəfə Obadan alış-veriş etdiyim zaman faydasını görürəm. Ən böyük üstünlüyü isə müxtəlif endirimlərdən faydalanmaqdır. Bu həm büdcəmə, həm də vaxtıma qənaət edir. Ən maraqlı tərəfi isə tətbiqin ən yaxın Oba marketi və onun iş saatları göstərməsidir. Sadəcə lokasiyanı aktiv edirəm və tətbiq vasitəsilə yaxınlıqdakı Obanı asanlıqla tapa bilirəm. Xüsusilə qonaq gedəndə bu funksiya babanın işinə çox yarayır. Qaydırıq yeməyimizə. Kök, sarımsaq, kərə yağı, biraz tomat əlavə edək. Kartofun da vaxt çatdı. Kartof hazırdır. Bırak ovuşsun. Tuz, istiyor. Biraz da sarı kök. Qəşəng qarışdıraq. Qaynamış suyumuzu əlavə edək. Üzərinə çıxdı, bəsdir. Lavrolis əlavə edək. Lavrolis. Azərbaycanca adını yazarsınız, yadından çıxdı nəsə. 20 də... Təxmini 20... Oy, nə oldu buna? 20 dəqiqəsi oldu. Yaşın. Heç olmaz. Təxmini 20 dəqiqəmiz keçdi. Suyu da azalıbdır. Artıq göy noxudu əlavə eləmək vaxtıdır. Səpələyək belə. Bu əsl rəsm məsələn oxşadır. Son akordu vuraq. Zövqə görə göyərti əlavə eləyək və yeməyimiz hazır götürəcəyik. Şükür Allah, yeməyimiz hazır. Bismillah eləyək. Çox dadlıdır. Həcmi də yaxşı gedir, yağ kimi gedir. Göz haqqınızı hava edin. Mən getdim.